Ümumi sınaq 80. Birinci sual. Katolik kilsəsinin antireformasiya tədbirlərinin nəticəsində hansı hadisə baş vermişdir? Onlara baxırıq. Burada baş verən hadisə ondan ibarət ki, kütləvi qırğınlar baş vermişdir. Bir də İspaniya və İtaliya ərazisində reformasiyanın qarşısı alınmışdır. Bu hansı cavablardadır? Demək 2. Fransada protestantların kütləvi qırğını təşkil edildi və İspaniya, İtaliya ərazilərində reformasiyanın qarşısı alındı. 2 və 3. Cavabımız olacaq B variantı. İbtidai icma quruluşuna aid olan mənbələri müəyyən edin. Baxırıq, hansılara aiddir mənbələr. Bunlardan biri Gədəbəydə Arıqdam Təpəgöz qayalarıdır. İkincisi isə Oğuzda Kərimli Qurğandır. Ona görə cavabımız olacaq B variantı. Digərləri isə İbtidai icma quruluşuna aid deyil. Üçüncü sual. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərin sonları xarici siyasət üçün səciyyəvidir. Baxırıq burada əsas məqam 20-ci əsrin 80-ci illər, yəni 1980-ci illər. Bir də xarici siyasət bizə lazımdır. NATO-nun sülh namı tərəfdaşlıq proqramına qəbul edilməsi bu 1994-cü ildir. İlk bələdiyyə seçkilərinin olması 1999-cu ildir. Quamın yaradılması 1997-ci ildir. Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova və birləşdirilmiş adları Quam adlanır. Avropa Şurasının üzv olunması bu 2001-ci ildir. MDV-yə üzv qəbul olması isə Azərbaycanın 1993-cü ildir. Bizə 90-cı illərin sonları lazım olduğu üçün ona görə götürürük C variantını. 1997. Bələdiyyə seçkiləri niyə olmur? Çünki bu daxili siyasətə aiddir, xarici siyasətə aid deyil. Üsyanlara aid Eyler-Venn diaqramında uyğunluğu müəyyən edin. Məzdəki Xürrəmi və Müsafir üsyanı. Məzdəki üsyanı 481-5 gündür. Xürrəmilər 778-808-ci illərdə ilk çıxışlar olmuşdur. 838-ci qədər davam eləmişdir Babəkin öldürülməsinə qədər. Müsafir üsyanı isə Beyləqanda 748-752-ci illərdə ərəblərə qarşı olmuşdur. Variantlara baxsaq, deyə bilərik ki, mərkəzi hakimiyyətə qarşı baş verməsi bu ortaq cəhəti 4-ə gedir A. Axund dövlətinin yardımı ilə yatırılması bu məzdəkilərdir. 1-ə gedir B. Azərbaycanın şimalında başlaması təbii ki, bu müsafir üsyanıdır Beyləqanda. İlk çıxışlarının Abbasilər tərəfindən yatırılması bu gedəcək 2-yə D. Həştədsad döyüşlərində qalib gəlməsi bəli. Bu da Xürrəmlərdir və gedəcək Y-yə. Həmədan döyüşündə isə məğlub olmuşdur Xürrəmi. Cavab olacaq Y variantı. Romada padşahlıq və respublika dövrlərdən ümumi xüsusiyyətlərinin imperiya dövründən fərqini tapırıq. Demək, burada padşahlıq dövrü 753-509, sonra respublika dövrü 509 eramızın əvvəl 27, sonra eramızın 27 və 395-ci il eramızın bu cür sırayla gedir dövrlərimiz. Və bizə burada hansı lazımdır? Baxırıq. 6-cı əsrdə mövcud olması. Demək, padşahlıq respublika üçün ümumi olsun, imperiya dövründən fərqli olsun. Elə cavabımız olacaq A variantı, çünki bu digərlərindən fərqlənir. Sonra hakimiyyətin patrislərin əlində olması eramızda 509 və 3-cü əsrlərdə, yüzilliklərdə daha doğrusu patrislərlə plebeylər mübarizə aparmışlar və bu nəticəsində plebeylərə orada iştirak etmək hüququ verilmişdir, vətəndaşlıq hüququ verilmişdir. Ondan qabaq isə patrislər olmuşdur. Bu da fərqli cəhət deyil. Sonra geniş işğalçı müharibə aparılması bu hər üçün dövrünə aiddir. Senatın fəaliyyətini göstərməsi xeyr, bu da aid deyil. Cavabımız olacaq A variantı. Baxırıq 6-cı suala. Elxanilər dövlətinin yaranması nəticələrini müəyyən edin. Elxanilər 1258-1357-ci illərdə hakimiyyətdə olmuşdur. Bunun nəticəsində nə olur? Marağa və Təbrizdən yenidən paytaxt şəhərlərinin çevrilməsi, bəli, biri götürürük. Xarizmşah cəmiyyətdən Azərbaycanın hakimiyyətinə son qoyulması, xeyr, o 1225-1231-ci illərdə Azərbaycana yürüş edib. Azərbaycana Qızıl Ordu dövlətinin yürüşlərinin başlaması, bəli. Mülaqilərlə Qızıl Ordu arasında 100-ə yaxın
müharibə olub. Yerli feodalların öz malikanələrini də artırmaq üçün yarlıq adlı icazə sənədinin verilməyə başlanması, xeyr, yarlıq Elxanilər dövründən verilməyə başlanmamışdır. Əhalidən alaf, incə kimi yeni vergilərin toplanması, bu da xeyr, cavab olacaq 1-3 D variantı. Ortaq xüsusiyyəti müəyyən edin. Qaraqoyunlu dövləti və Böyük Moğol dövləti. Demək, Qaraqoyunlu hakimiyyətdə olub 1410-1468, Moğol isə 10526-dan 18-ci yüzilliyə qədər hakimiyyətdə olmuşdur. Və bunların oxşar cəhətlərinə aid etmək olar. Baxaq. Soyqal verilməsi xeyr, Osmanlı dövləti ilə dostluq olması bəli. Cavab olacaq B variantı. Niyə? Çünki Qaraqoyunlu dövlətində Cahanşahın, Qara Yusifin dövründə Osmanlı ilə diplomatik əlaqələr qurulmuşdur. Moğollarda da Əkbər Şahın dövründə Osmanlı ilə dostluq münasibətləri saxlanılmışdır. Cavab olacaq B. 8. Bizans ərəb ərazisinə hücumlarla bağlı yanlış variantı seçin. Demək, baxırıq yanlış variant nə ola bilər? 5-ci əsrdə Qərbi Hun düzdür, 6-cı əsrdə Frank dövləti. Xeyr, bu səhvdir. Bizans ərazisində Böyük Karlın dövründə olub və 6-cı əsrdə olmayıb. Bu 748 814-cü illərdə Böyük Karlın dövründə və olmalıydı 8-9-cu əsr, 6-cı əsr olmalı deyildi. Ona görə səhv B variantıdır. 7-ci əsr Ərəb xilafəti, 11-ci əsr Səlcuq dövləti, 13-cü əsr Səlcuqlar, bəli, bu düzgündür. 1912-ci dekabrın 20-sində verilmiş Cənubi Qafqaz quberniyasının torpaqlarının məcburi satın alınması haqqında əsasən burada nə baş vermişdir? Məcbur satın alındığı üçün artıq burada qolçamalı təbəqəsi meydana gəldi. 9 B variantı. Hindistanda Maurya sülaləsinin hakimiyyət dövrünə aid uyğun gələn variantı seçin. Maurya eramızda 317-180-ci illərə əhatələmişdir. Romada imperiya dövrünün başlaması eramızda 509, Çində Sarsaqlar üsyanı başlaması 184, Hun dövləti ilə Xan sülaləsi arasında müqavilə imzalanması eramızda 200, cavab ilə C variantı olacaq. Misirin Makedoniya hərbi qüvvə tərəfindən işğal edilməsi 334, Yunanistanda şəhər dövlətlərinin meydana gəlməsi eramızda 8-ci əsr. Cavab olacaq C variantı. 12-ci əsrin 70-ci illərində Gürcüstar 3-cü Georgiyin Şirvanşahlar dövlətinin köməyinə gəlməsinin səbəbi nə idi? Bu təbii ki, Slavyanlara qarşı mübarizə aparmaq idi. Cavab olacaq B variantı. 1-ci Axistan köməyə çağırmışdı onu 1175-ci ildə. 12-ci sual Paris konfransında İngiltərədən fərqli olaraq ABŞ və Fransa. Baxırıq, İngiltərədən fərqli olan nə ola bilər? Təşəbbüsü əsasında Millətlər Cəmiyyəti yaradılmışdır. Bəli, 1919-cu ildə yaradılmışdır. A uyğundur. Mandat sahibi olmadı. Bəli, ABŞ mandat sahibi değildi. B-də götürü üçün ərazi bütövlüyü tanındı. Xeyr, bu deyil. Fransada Elzas və Lotharingiya geri qaytardı. Bəli. Sonra Sovet Rusiyası ilə separat müqavilə bağladı. Xeyr, yaxın şərqdə Osmanlı mülklərinin üzərində səlahiyyət əldə etdi. Xeyr. Və bu arada Fransa Elzas Lotharingiyanı 1571-ci ildə itirmişdir. Cavab olacaq B variantı. Xəritədə işarələnmiş ərazinin 11-13-cü əsrlər tarixinə aiddir. Xəritədə işarələnmiş ərazi olacaq Şamaxı. Buna nə aiddir? Monqolların hücumuna məruz qalması. Bəli, Monqolların hücumuna məruz qalıb. Bir götürürük. Gülüstan qalasının inşa edilməsi. Bəli, Gülüstan qalası da elə Şamaxıda olmuşdur. Cavab olacaq 1 və 2. A variantı. Sonra 14-də uyğunluğu müəyyən edin. 1-ə Qaraqoyunlu və Ağqoyunlu tapmalıyıq. Qaraqoyunluya aiddir. Demək, A variantı 15-ci əsrin 50-60-cı illərində Osmanlı dövləti dostluq əlaqələrinin saxlanılması. Bəli, bu aiddir. Cahanşahın dövründə olmuşdur. Sərdar döyüşündə qalib gəlməsi. Bu heç birinə aid deyil. 15-ci, daha doğrusu Sərdar döyüşündə qalib gəlib və ondan Teymurləri qovmuşdu Qara Yusif. Amma o dövlət deyil. Çünki dövlət yaranmışdır 1410-cu ildə. Sərdar döyüş olmuşdur 1408-ci ildə. Ceyni çıxırıq. 15-ci əsrin 60-cı illərdə Qaradənizə çıxışını itirməsi. Bəli, bu Ağqoyunlu dövlətinə aid deyil. Çünki 61-ci ildə itirirlər, amma 68-ci ildə yaranmışdır.
Ağqoyunlu dövləti götürmürük. Kür döyüşündə Şirvanşahların məğlub edilməsi, bəli bu biri aiddir. 1412-ci ildə Venesiya ilə hərbi ittifaq bağlanması, bu da aiddir Ağqoyunluya. 1472-ci Venesiya ittifaq bağlamışdır. 1-ə A, D, 2-yə də Y. Cavab olacaq D variantı. Təşkilatların yaradılması nəzərdə tutan manifestdən sonra Azərbaycanda siyasi partiyalar yaranmasına başladı. Məhz bu dövrdə Əhməd bəy Ağayevin rəhbərliyi ilə erməni terror təşkilatının Azərbaycanlılara qarşı soyqırım qarşısı almaq üçün partiya yaradıldı. Mətndə bəhs edilən partiya ilə Qeyrət Partiyasının oxşar cəhətlərini müəyyən edin. Baxırıq. Mətndə bəhs olunan partiya Difai Partiyasıdır. Əhməd bəy Ağayev tərəfindən yaradılmışdır və 1906-cı ilə aiddir. Qeyrət Partiyası 1905-ci ildə yaradılmışdır. Ələkbər bəy Rəfbəli tərəfindən yaradılmışdır. Difai Partiyasının Bakı, Şuşa kimi şöbələri var idi. Bakıda yaradılmışdı. Amma Qeyrət Partiyası Gəncədə yaradılıb, onun da Naxçıvan, Şuşa, Ağdam kimi şöbələri var idi. İndi baxırıq bunlar üçün oxşar cəhət. Gəncədə fəaliyyətə başlaması, xeyr, Gəncədə başlayıb Qeyrət. Bu fərqli cəhət ola bilərdi, oxşar cəhət deyil. Muxtarlar tələbi ilə çıxış etməsi, bəli. 2-ni götürürük. Sonra məşrutə və gənc türklər hərəkatına kömək göstərməsi, xeyr. Müxtəlif şəhərlərdə şöbələrin açılması, bəli. 2-4. Birinci Rusiya inqilabından sonra təşkil edilməsi, xeyr, o dövrdə baş vermişdir. Cavab olacaq Y variantı. Sonra 16-cı sual. Qeyd edilənlər əsasında döyüşü müəyyən edin. Sərhədçilər məğlub edildi. Qüds azad olundu. Bu təbii ki 1187-ci ildə olan Təbəriyə döyüşünə aiddir. B variantı. 17. Xəritə işarələnmiş dövlətlərin 20-ci əsrin 1-ci yarısı tarixinə aid ümumi xüsusiyyətləri müəyyən edin. Xəritədə işarələnmiş ərazi Çin və Sovet İttifaqı. Demək, Sovet İttifaqında bolşeviklər idi, qırmızılarla ağlar mübarizə aparırdı. Çində isə kommunistlər idi. Mao Zedong dövründə kommunistlərlə komintantlar mübarizə aparırdı. Və bura nə aid edilə bilər? 20-ci əsrin 1-ci yarısında ümumi xüsusiyyət istəyir. Həm Çin, həm Sovet İttifaqı üçün. Kommunist rejimli diktaturaların qurulması, bəli, 1. Sonra siyasi qüvvələr əsasında vətəndaş müharibəsinin baş verməsi, bəli, 1-2. Kollektiv təsərrüfatın ləğv edilməsi, bu Sovet Rusiyasına aiddir. Repressiya qurbanlarına bərat verilməsi, xeyr. Marşrutların üçün ABŞ-a yardım etməsi, bu da olmuşdur. Yunanistanla Türkiyəyə ABŞ yardım göstərib. Cavab olacaq C variantı. Türkiyə Respublikası soyuq müharibə illərində. Baxırıq birinciyə. Qapalı və proteksionist iqtisadi siyasətdən imtina edilməsi, bu 1980. Torpaq islahatı haqqında qanunun verilməsi, xeyr, bu düşmür, 45-ci ildədir. Son ərazisində ABŞ-ın hərbi bazaları yaradıldı. Bu Türkiyə NATO üzvü olduqdan sonradır, 1952-ci ildən sonra. Brüen Kolluq Paktı 1928, Qara Dəniz boğazları məsələsində üstünlük əldə etdi Türkiyə. Bu da Montreux konferansında 1936-cı il. Soyuq müharibə dövrünə düşəcək 1 və 3. Yəni D variantı. Soyuq müharibə dövründə 40-cı illərdən 90-cı illərə davam eləmişdir. 19. Əkbər Şahlı Qaraqoyunlu Cahan Şahın hakimiyyəti dövrünün ümumi cəhətinin Uzun Həsəndən fərqi. Baxırıq 19-cu suala. Bir də onu demək istərdim ki, Azərbaycan NATO-ya üzv deyil. Düzdür, NATO-nun konferanslarında iştirak eləyib, amma NATO-ya üzv deyil. Bəzən şagirdlər bunu səhv verirlər. İndi qaydaq digər sualımıza. Bizdə buradan Əkbər Şahından Cahan Şahın ümumi cəhdlərinin Uzun Həsəndən fərqini soruşur. Yəni, Əkbərlə Cahan Şahının ümumi olsun, Uzun Həsəndən fərqli olsun. Əkbər Şah 1556-1665-ci illərdə hakimiyyətdə olmuşdur. Cahan Şah 1336-1467-ci illərdə. Həsən Padşah da 1453-78-ci illərdə. Yəni, hərəsi bir əsrdədir. Biri 14-cü əsr, biri 15, biri də 16-cı əsrdə olmuşdur. Geniş işğalcı müharibələr aparılması, xeyr, bu hər üçünə aid ümumi cəhətdir. Teymuri qüvvələrin məğlub edilməsi, Qara Əkbər Şah, o dövrdə artıq Teymuri yox idi. Çünki 1370-1507-ci illərdə olmuşdur. Əkbər Şahın dövrünə düşmür Teymurların məğlub edilməsi, onu götürmürük.
Osmanlı ilə dostluq əlaqələrinin saxlanılması, bəli, bu var idi. 3. 15-ci əsrin ikinci yarısında hakimiyyətdə olması, 1 dəqiqə. Həsən olub, amma Əkbərlə Cahan Şah eyni əsrdə olmayıb, baxaq, yəni ümumi cəhət sayılmır. Ondan sonra əhalinin bəzi nümayəndələrinin vergidən azad olan soyurqal torpaqlarının verilməsi, bəli. 3, 5 cavab C variantı. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanın neft və balıq sənayesi üçün ümumi cəhəti müəyyən edin. Burada nə ola bilər? Neft və balıq üçün ümumi cəhət baxırıq. İstehsal həcminə və fəhlərin sayına görə sənaye sahələri içərisində fərqlənməsi, bəli. B variantı. Azərbaycanda Səlcuq ağalığı dövründə iqtisadi əlaqələrin inkişafında strateji şərait yaratdı. Səlcuq dövrü 1038-1157-ci illəri əhatə edir. Və baxırıq burada nə ola bilər? Varid ölçü çəki postunun tətbiqi, bəli, bu aiddir. 21 kilometrdən bu ərəblərin dövrünə aiddir. Fərsəx. Sonra tazilərin bəzi rüsumlardan azad edilməsi, bu da aiddir. Cavab olacaq 2, 4, Y variantı. Bir dəqiqə. 2, 4, Y variantı. Azərbaycana alanların yürüyüşü ilə bağlıdır. Olmuşdu 72-74-cü illərdə və 1-3-cü əsrlərdə. Alanların yürüyüşü ilə Tatakoma qəbillərin meydana gəlməsi, Albaniyada, bəli, 1. Müdafiə məqsədi ilə Gəncə şəhərində qalaların tikilməsi, bəli, 2. Ramana qalası, xeyr, bu dövrə aiddir. Rabatların hərbi məskənlərinin yaradılması, xeyr, Ramana qalası Şirvanşahlar dövrünə aiddir. Cavab olacaq 1 və 2, C variantı. Tunc və daş dövrünə aid oxşar ortaq cəhətlər göstərin. 23-də baxırıq, Tunc və daşa əsas məşğuliyyətdə əkinçi olmaz, bəli, hər ikisində var idi. Əhalinin baxsı, bostansı bu Tunc dövründədir, yeni insan tipi daş dövründədir. Axirət dünyasına inam mövzusu olması, bəli, 1, 4. Tayfa üzvlərinin heyvanların əhəlləşdirilməsi, bu da heyvanlar əhəlləşmə orta başlayıb, yəni orta bitib. Ona görə düşmür. Cavab olacaq 1 və 4. Səfəvilər dövlətinin idarəçi sisteminə aid deyil. Baxırıq 24-də. Bələdiyyə məhəllələr bölünməsi, bəli. Darğanın kəndlərə tapılması, bəli. Dövlət xəzinəsinə nəzarətin vəkillərinin cəmləşməsi, xeyr. Və baş vəzirin əlində idi. Vəzirin dini və dünyəvi işlərə şahın tam hüquqlu mavin olması, xeyr. Kənqaşın qapalı məşvərətçi orqan olması, bu da Səfəvilər dövrünə aid deyil. Bu aiddir Ağqoyunlu, Qaraqoyunlu dövrünə. Cavab olacaq 3, 4 və 5. Tamamlayın. AXC-nin mədəni tədbirlərinə aiddir. Budunun açılması, bəli, Bakı Dövlət Universitetinin açılması aiddir. Müsəlman şərqini öyrənən cəmiyyətin yaradılması, bəli, bu da aiddir. Latin əlifbasından keçir, bu da xeyr, bu aid deyil. Qazax müəllimlər seminarının yaradılması, bəli, mədəni tədbirə aiddir. Demək 1-ə, B və Y. Sonra baxaq digərlərinin illərinə. Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilib 1906-cı ildə, bu AXC dövrünə düşmür. Sonra müsəlman şərqini öyrənən cəmiyyətin yaradılması, bu 1919-un dekabrında, bəli, 29-u yaradılmışdır. Bakı dövlətinin nəzdində idi. Sonra Latdan əlifbasından keçib, bəli, bu AXC dövründə olmamışdır. 30-cu illərə aiddir. Rus dilinin tədrisinin qadağan qoyulması, xeyr, belə bir şey olmayıb AXC dövründə. Qazax müəllimlər seminarının yaradılması, bu da aiddir. Birinci qurultay, bir də qurultay deyirəm. Qazax 1918-dən 1959-cu ilə qədər olmuşdur. Azərbaycan dövründə isə Latın əlifbasına keçid 1991-ci ildə burada. Cavab olacaq B və Y. Xırnışı acılığı müəyyən edin. İngiltərə kralının böyük azadlıqlar xartiyasını imzalaması, bu 1215. Baş ştatlar ilk dəfə Fransada 1302. Sonra 7-ci Henrik tərəfindən yeni Sudan əsasının qoyulması, bir dəqiqə. Al və Al-Qudüs müharibəsinin son çatması, bu 1485. 7-ci Henrik tərəfindən isə bu olacaq 16-cı əsr və 1, 2, 4, 3. Uyğunluğu müəyyən edin. Osmanlı dövləti və Teymurilər dövləti. Osmanlı dövlətinə nə aid etmək olar? Buyuk Moğol dövlətinin dostluq münasibətləri saxlaması, bəli, Əkbər Şahın dövründə var idi. Bizans müharibə, bəli, 1453-cü ildə var. Sonra Kosova döyüşü var və digər döyüşlər. Bizanslı müharibə var.
daha doğrusu Kosova yox, Maltepe döyüşü var. Birinci Muradın dövründə. Kosova Serblərlə olmuşdur. AC 2-yə də Teymurlər dövründə. Qızıl Ordu vətənlə müharibə aparması, bəli, bu var. B. Qaraqoyun dövlətinin asılı azalması, bəli. B və Y. 1-ə AC, 2-yə də B, Y. Qaraqoyun da asılı azalınıb Şahruxun dövründə 1336-1447-ci illərdə hakimiyyətdə Cahan Şah idi.